studiyaya qonaq dəvət etmişik. İqtisadçı Eldəniz Əmirov bizimlədir. Xoş gəlmisiniz Eldəniz bəy. Xoş gördük. Çox mesajlar verilib. Onlardan bir də iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələdir. Burada kənd təsərrüfatı məhsullarının ixrac-ixal məsələsi var. Qida məsələləri burada xüsusi olaraq yer ayrıldı. Digər bir tərəfdən enerji təhlükəsizliyinə də toxundu dövlət başçısı, nəqliyyat, kommunikasiya məsələləri də. İlkin olaraq başlayaq istəyirəm kənd təsərrüfatı məhsulları ilə bağlı potensiallarımız və bununla bağlı gələcək bizə nə vəd edir. Buna toxunaq. Daha sonra nəqliyyat, energetika da önəmlidir. Çünki elə nəzərə alsaq Laçın da daxil olmaqla digər işğaldan azad olunan ərazilərimizin kifayət qədər enerji potensialımız var deyə düşünürəm orada. İcazə versəydiniz, məsələ bir qədər daha strateji qlobal tərəfdən iqtisadi baxımdan bir münasibət bildirərdim. Bilirsiniz, biz dünyanın 200-ə yaxın ölkəsi arasında siyasi baxımdan dost münasibətdə olan və bu dostluğun uzun müddət ərzində davam etdiyi elə bir iki ölkə tapa bilməliyik ki, onlar arasında iqtisadi münasibətlər yüksək səviyyədə olmadan siyasi münasibətlər davamlı və uzun olsun. Buna görə də siyasi münasibətlərin arxasında iqtisadi münasibətlər dayanmadığı sürəcə siyasi münasibətlər kövrək olur. İstənilən an bu və ya digər formada əlaqələr etə bilər. Müxtəlif problemlər və risklər yanı var. Çünki iqtisadi bağlar bu ölkələri bir-birinə daha möhkəm bağlayır. Dünya isə bunun siyasi tərəfini görməyə başlayır. Və bu baxımdan Azərbaycan, Türkiyə və Pakistan arasında olan iqtisadi münasibətlərin inkişaf etdirilməsi hər üç ölkə üçün həm siyasi baxımdan, həm hərbi baxımdan, həm mədəni baxımdan və digər bağlar baxımından çox önəmlidir. Çünki iqtisadi bağlar yüksək olanda bu digər istiqamətlərə də öz təsirini göstərir. Buna görə də 2020-ci ildə Azərbaycan və Türkiyə arasında preferensial ticarət sazişi imzalanmışdır. Sonraki dönəmdə bura daxil olunan məhsulların sayı, o cümlədən də kənd təsərrüfatı məhsullarının sayı artırılmağa başladı. Səbəb isə hər iki ölkənin deməli, həm ticarət dövriyyəsinə töhfənin qatılması, eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması. Çünki ixrac istiqamətdə açıq qapılar olduğu zaman, ixrac istiqamətdə təşviq edici mexanizmlər olduğu zaman artıq yerli istehsalçılar da bu prosesdən ilhamlanır, yəni təşviq olunmuş bir prosesdir. Gəlin, bax, iki ölkə arasında, Azərbaycan və Türkiyə arasında preferensial ticarət sazişindən sonra 2023-cü ildə bizim ticarət dövriyyəmiz 7,6 milyard deməli dollara çatdı. Amma 2025-ci ildə bu ticarət dövriyyəmiz 6,3 milyard dollar səviyyəsində oldu. Amma bizim 2020-ci ildə preferensial ticarət sazişi imzaladığımız zaman qarşımıza qoyduğumuz hədəflərə doğru getməyimiz üçün həm zamanımız vardır, eyni zamanda görüləcək işlər çoxdur. Amma indi Pakistanla baxaq. Bu gün Pakistanla Azərbaycan arasında olan ticarət dövriyyəmiz, ümumiyyətlə iqtisadi əlaqələrimiz, siyasi əlaqələrin təsəvvür edin ki, inanılmaz dərəcədə çox kiçik bir hissəsini təmin edir. Ölkəmizin ticarət dövriyyəsində Pakistanın payı bilirsinə qədərdir? Cəmi 0,4%. Yəni bunu artırmalıyıq. Yəni 2500 hissədə biri deməkdir bu. 2500 hissədə biri. Yəni belə bir qardaş dediyimiz ölkə, bu qədər güclü ölkə ilə nədən biz iqtisadi münasibətlərimizi genişləndirib? Bəli, dövlət başçısı da qeyd edir ki, Pakistan da bundan maraqlı olsa, əlbəttə ki, bunu inkişaf etdirmək lazımdır. Problem budur ki, heç Pakistanla Türkiyə arasında olan iqtisadi münasibətləri belə iki ölkə arasında olan mövcud potensialın 20-30%-ni belə ifadə etmir. Çünki iki ölkə arasında ticarət dövriyyəsi təsəvvür edin 1,2 trilyon dollardır. Halbuki 300-400 milyard dollara yaxın üceymi olan ölkə deməli Pakistandır. 1 trilyon dollardan artıq üceymi olan ölkə Türkiyədir. Və siyasi münasibətlərin də bu qədər üst olduğu dövrdə, məqamda iqtisadi münasibətlər potensialın çox kiçik bir hissəsidir. Bu baxımdan bu üç tərəfli görüş bu gün dünyada, beynəlxalq mediada daha çox siyasi, hərbi və strateji baxımdan müzakirə mövzusu olsa da, amma iqtisadi hesab edirəm ki, belə deyək, nöqtələrin yaranmasına və möhkəmlənməsinə gətirib çıxardacaqdır. Bəs bizim Pakistanla yəni iqtisadi əməkdaşlığı daha da istiqamətlərini artıra biləcəyimiz sahələr hansılar ola bilər? Kənd təsərrüfatı məhsulları ilə yanaşı, tikinti məhsulları ola bilər, məzzaçılıq ola bilər və hansı sahələr potensialı var? Kənd təsərrüfatı məhsulları üzrə daha çox uğurlu əməkdaşlıq, bilavasitə coğrafi baxımdan
yaxın məsafələr, logistik problemlərin həlli baxımından, məhsulun rəqabət qabiliyyətli olması baxımından, bazarda logistik xərclərin aşağı olması baxımından məsafə faktoru önəmlidir. Amma bizim deməli Pakistan və Hindistan arasında olan münasibətlərin tənzimlənməsindən sonra Pakistan Hindistan üzərindən Şimal-Cənub dəhlizi ilə Azərbaycanla birbaşa əlaqə qura bilər. Eyni zamanda Lapis-Lazuli dəhlizi vasitəsilə orta dəhlizə və bu istiqamətdən Azərbaycanla deməli əlaqələrinin yüksək səviyyə çatdırması kənd təsərrüfatı məhsulları sahəsində də əməkdaşlıq imkanlarını genişləndirir. Amma konkret olaraq Azərbaycan və Pakistan arasında olan iqtisadi əlaqələrin istiqamətinə cənab prezident vurğuladı, 2 milyard dollarlıq Azərbaycanın investisiya Pakistana yatırması ilə bağlı müzakirələr gedir, işlər aparılır. Və konkret sahələr də məlumdur, cənab prezident tərəfindən vurğulandı. Bu artıq mən hesab edirəm ki, çox böyük bir göstərici. Çünki iki ölkə arasında ticarət dövriyyəmiz 30-35 milyonluq bir rəqəmdən gedir. Belə bir ortamda 2 milyardlıq bir investisiya müzakirələri, işlərin aparılması artıq hədəflərin çox böyük olduğunu deməyə əsas verir. Konkret biz desək ki, bəs o zaman Pakistan və Azərbaycan arasında olan iqtisadi münasibətlərin konkret hansılardır? Mən deyərdim, birinci investisiya düşünürəm, investisiya fəaliyyəti və ondan geri qalmayacaq bir potensial hərbi əməkdaşlıqdır. Çünki hərbi əməkdaşlıq yalnız bircə təlimin keçirilməsi deyil, hərbi əməkdaşlıq eyni zamanda ticarət dövriyyəsinin daxilində bilavasitə hərbi əməkdaşlıq faktorlarının, ölkənin milli müdafiə qüvvətinin artırılması istiqamətində bircə əməkdaşlığın burada öz payı vardır. Nəqliyyat məsələsi bəs nə dərəcə önəmli? Çünki dövlət başda qeyd elədi ki, Türkiyə ilə bizim nəqliyyat məsələmiz, Türkiyə ilə bizim nəqliyyat... Pakistanla əsas nəzərdə tuturam. Çox rahat, aydın məsələdir. Amma Pakistanla, öncə də qeyd etdim, Pakistanla bizim birbaşa sərhədimiz yoxdur. Pakistan Azərbaycan üzərinə Şimal-Cənub dəhlizi vasitəsilə çıxa bilir, Hindistan üzərindən keçməklə, Mumbaydan gəlməklə və eyni zamanda Lapis-Lazuli dəhlizi vasitəsilə orta dəhliz və orta dəhlizin aşağı segmenti olan aşağı dəhliz dediyimiz hissə ilə və Xəzərdən keçməklə Azərbaycana birbaşa deməli məhsullarının ixracı və yaxud da ki, bizdən idxalını həyata keçirə bilir. Qarşıdakı dönəmdə də bu infrastrukturun inkişaf etdirilməsi hesabına artıq biz iki tərəfli ticari dövriyyəni və digər iqtisadi münasibətləri inkişaf etdirə biləcəyik. Eyni zamanda da Pakistandan və Azərbaycan arasında olan əlaqələrdə bu yalnız yük daşıma, nəqliyyat, kommunikasiya əlaqələri dedikdə bu yalnız logistik fəaliyyət anlamına gəlməməlidir. Burada bir ölkənin nəqliyyat infrastrukturunun, dəhliz infrastrukturunun inkişaf etdirilməsində digər ölkənin fəaliyyəti vardır. İndi burada düzə indi məndə belə bir məlumat yoxdur. Azərbaycanın Pakistanda 2 milyard dollarlıq investisiya fəaliyyətində hansı sektorlar vardır. Böyük ehtimal ki, burada sizin qeyd etdiyiniz nəqliyyat kommunikasiya məsələləri. Çünki dövlət başçısı sırf o məsələyə daha çox fokuslandı, kökləndi deyə bilərik. Düzdür, Azərbaycan, Türkiyə iqtisadi əməkdaşlığı xüsusilə də nəzərə alsaq Cənubi Qafqaz ərazisində enerji təminatının əsas hissəsini məhz Azərbaycan təmin etdiyi üçün Azərbaycan qazının, neftinin Avropaya nəql edilməsində də Türkiyənin də bir rol var. Həm də Bakı, Tbilisi, Ceyhan neft kəməri olsun, Bakı, Tbilisi, Ərzurum qaz layihələri də önəmli layihələrdir. Bu məsələnin bir tərəfi, ancaq bizim həm Türkiyə ilə, həm də Pakistanla əməkdaşlıq etmək istədiyimiz digər sahələr var. Misal üçün, rəqəmsallaşma, süni intellektlə bağlı məsələlər, turizm, misal üçün, potensialımızın artırılması kimi məqamlara daha çox toxundu dövlət başçısı ki, bu cür bağlılıqlar da bir növ bizim ölkələr arası əlaqələrimizə daha da inkişaf elətdirə bilər. Türkiyə ilə məlumdur, ola bilər, yəni turizm sahəsini əslində daha çox nəzərdə tuturam. Pakistanla bu cür əməkdaşlıqları inkişaf etdirmə və ya digər sahələr söhbət sadəcə turizmdən getmir, rəqəmsallaşma, süni intellektdən də gedir. Bugünkü, deməli, gündəmin əsas mövzusu Laçında hava limanının açılmasıdırsa, biz yəni turizmə toxunmaya bilmərik. Çünki bilavasitə bu hava limanı ölkənin həm daxili turizmin inkişafına, eyni zamanda xarici turizmin inkişafına öz müsbət töhfəsini verəcəkdir və xarici turizm kontekstində Pakistanla olan iqtisadi əlaqələr, o cümlədən də turizm
əlaqələri istiqamətində irəliləyişlərin olunması sözsüzdür. Çünki kifayət qədər böyük potensiala malik olan bir ölkədir. Bəli. Eyni zamanda əhali sayı baxımından da, dünya qlobal turizmə verdiyi töhfə baxımından da yuxarı çəkidə olan ölkələrdən biridir. Bu baxımda mən hesab edirəm ki, bu əməkdaşlıq formatında Pakistanlı turistlərin də ölkəmizə üz tutmasına bu əlaqələrin öz töhfəsi olacaqdır. Konkret olaraq mən bir məsələni qeyd etmək istərdim ki, bəzi hallarda Laçın hava limanının daha çox hərbi strateji nöqteyi müzakirə olunur, amma mən bir mənalı qeyd etmək istərdim ki, istənilən inzibati rayonun ərazisində açılan, hətta istənilən kiçik bir hərbi təyinatlı obyekt belə həmin rayon iqtisadiyyatına öz töhfəsini verir. Biz məsələn ayrı-ayrı respublikamızın ərazilərində görmüşük ki, bir bölgədə bir hərbi hissə olduğu zaman həmin rayonda daha çox iqtisadi aktivlik olur. Hərbi hissə başqa əraziyə köçürüldüyü zaman həmin yerdə aktivliyin azalmasını biz müşahidə edirik. Çünki hətta hərbi təyinatlı olan hava limanı belə ölkə iqtisadiyyatını töhfə verir. O ki, qaldı Laçın kimi beynəlxalq statuslu hava limanı. Logistik, istər sərnişin, istər yükdaşıma baxımından, logistik imkanların üzə çıxarılması baxımından, xarici turistlərin gəlib olunması baxımından, orada məşğulluğun təmin olunması baxımından çox önəmlidir. Baxın, bundan bir gün öncə Cənab Prezident istehsal müəssisələrinin açılışını burada həyata keçirdi. Yəni, bu istehsal müəssisələrinin xam malla təmin olunmasında Laçın hava limanı istifadə edilməyəcəkmi? Yüklərin ixrac olunmasında, paytaxta daşınmasında istifadə edilməyəcəkmi? Bu baxımdan mən düşünürəm ki, hava limanı insanlar üçün dövlət olaraq, strateji olaraq, yəni siyasi baxımdan siyasi tərəflərini bilir, amma insanlar üçün bunun iqtisadi əhəmiyyəti kifayət qədər yuxarı səviyyədədir. Təşəkkür edirəm. Minnətdaram Dəniz bəy. İqtisadçı Dəniz Əmirov həmsöhbətimiz idi. Bugünkü zirvə görüşündə üç tərəfli Azərbaycan, Türkiyə və Pakistan